Biz günah eləyəndə günahımızın dərəcəsində əldə etdiyimiz xeyirlərimizdən gedir. Məsələn, mən 10 gündür Rəcəb ayından, 15 gündür Rəcəb ayından əməllər eləyirdim. Bir gün günah etməklə mənim 15 günüm silinmir axı. Və Allah mənə lənət oxumur axı. Və Allahın məndən zəhləsi dedi, məni pislərin sırasına atmır axı. Bir günah nə qədər idisə o qədər xeyirlərdən qaldım. Əlbəttə onu etməsəydim yaxşı olardı, çox şey itirdim. Amma mənim o qədər əziyyətlərim hələ qalır. Sən hiss eləmirsən səndə nə dəyişiklik var. Və həmən gündən görürsən ki, sənin namazların pisləşdi, sənin namazların ona görə pisləşir ki, sən psixoloji olaraq narahatçılığa düşdün. Əlbəttə mən demirəm günah təsirsiz keçir. Bunu desəm mən İslamdan xəbərim yoxdur. Günahın təsiri olur, nəfs uduzmanın təsiri olur, amma sıfırlamıraq insanı. Səninki neçə günlərdir, halın yoxdur. Bu ona görə deyil ki, sənin əməllərin batıl olur və Allahın səndən xoşu gəlmir və Allah səndən nəzərini çəkib. Bu deyil. Ona görədir ki, sən psixoloji bir narahatçılığa səbəb oldun. Sən depressiyaya düşdün, sən məyus oldun.